Türkiyəyə raket atışları, cavaba hazırıq, Gülər. Türkiyə yaxın şərqdə sabitliyin bərpasına töhfə verməyə hazırdır. Axar Az Azərtacra istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər İtaliyanın Il Messaggero nəşrinə müsahibəsində bildirib. İran ətrafındakı gərginliyə münasibət bildirən Gülər atəşkəsin dərhal təmin edilməsinin zəruri olduğunu deyib. Bölgəmizdəki gərginliyin daha böyük qarşıdurmaya çevrilməsinin qarşısını almağın yeganə yolu dialoqdur. Mövcud şəraitdən asılı olmayaraq, biz inanırıq ki, hələ də diplomatiya üçün yer var və tərəflər arasındakı fikir ayrılıqları dialoq yolu ilə həll edilə bilər. Biz bu prosesə töhfə verməyə hazırıq. Gülərin sözlərinə görə, heç bir regional böhran uzun müddətli əsasda hərbi yolla həll edilə bilməz. Gülər vurğulayıb ki, Ankara Türkiyənin hava məkanına yeni raket atışlarına cavab verməyə tam sadiqdir. Həm öz vasitələrimizlə, həm də NATO daxilində istənilən təhdidə cavab vermək qabiliyyətimiz və iradəmiz var, lakin bizim yanaşmamız gərginliyi artırmaq deyil, riskləri balanslı və məsuliyyətli şəkildə idarə etmək, münaqişələrin eskalasiyasının qarşısını almaqdır. Azərbaycan üzərindən malların tədarükü, Papoyan. Ermənistana Azərbaycan mənşəli bəzi mallar, o cümlədən benzin və dizel yanacağı daxil olur, eləcə də Azərbaycan ərazisindən müntəzəm olaraq yüklərin tranziti həyata keçirilir. Global Info AZ reportla istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat naziri Gevorg Papoyan bildirib. Ermənistana Azərbaycan mənşəli 1-2 mal daxil olur, benzin, dizel yanacağı və demək olar ki, hər gün Azərbaycan üzərindən neysə daxil olur. Məsələn, supermarket şəbəkələrindən biri Norzovk Azərbaycan ərazisindən Manna yarmasının idxalı üçün müraciət edib, digər bir təşkilat Rusiya kömürünün idxalı üçün müraciət edib, üçüncüsü taxıl üçün, dördüncüsü gübrə üçün. Bu, artıq çox geniş yayılmış bir hala çevrilib. Mən artıq nə qədər malın daşınmalı olduğunun hesabını itirmişəm, o deyib. Papoyan, həmçinin Ermənistanın Azərbaycana ixrac edə biləcəyi məhsulların mövcudluğu ilə bağlı suala da müsbət cavab verib. Belə məhsul var, folqa ilə bağlı konkret sorğu olub və Azərbaycan tərəfi folqa üçün konkret qiymət istəyib, bizim istehsalçımız isə onu təqdim edib. Başqa sözlə, onlar dedilər, bizi filan qalınlıqda folqa maraqlandırır, onu hansı həcmdə, hansı müddətə və hansı qiymətə təklif edə biləcəyinizi deyə bilərsinizmi? Bizim istehsalçımız həcmi, qiyməti təqdim etdi, biz hələ ki cavab almamışıq, nazir bildirib.